Buna baxırsan adam gözü ki var bu. Əzizə Cəfərzadənin ev muzeyindəyik. Ömrünü yaşayan, yaradıcılığını yaşadan Turan İbrahimov, var olun sizi. Nə xoş oldu bu muzeydə görüşmək bizim üçün həm qürurdur, həm şərəfdir, ruhu şad olsun. Və mən inanıram şaddır ki, sizi kimi çox layiqli, ləyaqətli davamçısı var. Nə qədər kitablarını araya ərsəyə gətirmişsiniz. Dünyasını dəyişəndən sonra ruhu işıqlanır, sevinir. Əzizə ana vaxtında demişdi ki, mən arxivə nə qədər lazımdır vermişəm. Qalanı qoy səndə qalsın. Mən inanıram ki, sən onları daha yaxşı çap eləyəcəksən. Doğrudan da elədir. Biz indi ortaya gətirdiyimiz kitablar bir qismi heç onun o vaxtında çap elətdirə bilmədikləridir. Bax, bu Aşıq Sənəmin, o məşhur Aşıq Sənəmin, Balakəndən, Gülüzən kəndindən olan Aşıq Sənəmin öz tamburudur. Bax, fikir ver, aşağıda da şəkili var. Əzizə ana ona 74-də idi, 73-cü ildə gedib görmüşdü. Kinostudiya, televiziyadan şəkil çəkmişdilər falan. Ancaq bugün Turan müəllim məni çox ağrıdır. Bu Aşıq Sənəm çox az hallanır, nədənsə. Bilmirəm niyə. Nə bilim, indi yəni mən çalışıram təzədən, məsəl üçün Aşıq qadınlar antologiyası eləmişlər. Ana 217 bayat haylasını qoymuşlar. Cəmisi 4 dənə saxlayıblar. Yəni indi mən ona görə özüm təzədən edirəm. Bunun elə bil ayrıca mənə elə gəlir ki, bir kitab şəklində çıxıb təbliğ olunsa daha gözəl olar. Bu son dövrün çap. Anadan sonra çap olunanlardır. Bax, bunlar da, bu tərəflər də, bunlar da və bu qarşıdakılar da. Bunların çoxu sizdə var. Bu kitabların hamısını bizə verirsiniz. Deməli, cildlərdən başqası sizdə var. Biz Tbilisidə keçirilən 27-ci Beynəlxalq Kitab Festivalına apardıq bu kitabları. Çox böyük sevgi ilə qarşıladılar və Mədəniyyət Nazirliyinin nümayəndələri oradaydılar. Onların elə siyasi ilə səfirliyə təqdim olundu və oxuculara çatdırılacaqdı və dedilər ki, nə gözəl ki. Mən neçə ildir fikirləşirdim, sərhəd bağlı. Mən istəmirdim belə də poçtdan göndərəm. Özüm də gedə bilmədim sonra. Mən poçt. Yox, bilmirdim axı. Bilirsən, təyyarə ilə uçuş idi. Ona görə dedim, kimə yükləyim o qədər 50 kilo. Yox, dövlətimiz sağ olsun. Quru yolla keçdik və gözəl o kitabları təqdim elədik. Və çox gözəl oldu. Hardasa 50-yə yaxın kitab idi. Cild idi. Bu kitabı Əzizə ana Azərbaycan Aşıq və Şair Qadınlar kitabı 2-3 dəfə eləyib. Bu isə Pərvanə Bayram Türkiyədə. Azərbaycan qadın divan şairləri. Yəni qəzəl yazan, əruzda yazanlar. Bax, fikir verin, burada Mirvarid xanım da var. Nigar Ləfibəlli, Mədinə Gülgün, başlayır Məhsəti Gəncəvidən, Mahcamal var, Lilpar var, Sona xanım var. Yəni hamısı çox belə möhtəşəm bir. Mən Pərvanə xanıma onu deyirdim ki, siz Azərbaycan qadınlarına Türkiyədə heykəl qoymuşsunuz bu kitabla. O hansı Pərvanə xanımdır? Hansı ki bu axırda Seyid Nigar haqqında yazan? O yanında bu professordur o Türkiyədə. Seyid Həmzə Nigariyə üst tutub, eşq olsun. Vallahi çox böyük. O 17 il bundan 8-ci ildə eləyibdi onu. Burada Əzizə ananın qəribə əşyaları var, çox şeylər yığar. Bir gəlinciklər yığardı, indi arada buralarda var. Bir, bu kəmər də qəribə. Kimsə ona bağışlamışdı. Bunun üstündə o Rus Nikolay pullarıdır. 1896, nə bilim neçənci illər o pullardır. Bunlar dərinin üstündeydi da, indi şey eləmək istəmirəm mən, dəyişmək istəmirəm. Yox, elə bunu qədimliyi ilə... Sizin o çap elətdirdiyiniz kitabda qızımın şəkili var idi ya, bu otaqda çəkmişdi. Bəli. Həmin orada bunları da geymişdi, o paltar da buradaydı. Bax, burası. Onlarda eləmişdi. Burada Əzizə ananın bütün əl yazmaları buradadır. Demək olar ki, bütün. Xüsusən sizi maraqlandıran hissəsini indi göstərəcəm. Yerinə qoyun. Burada bu papkalarda hamısı, görürsən, 150 neçə papkadır onun əl yazmaları. Əl yazmaları.
Ona görə kitabların sayı da nə qədər ola bilər. Bu hissə isə başqa rəngli qovluqlardır. Bunlar Azərbaycan aşıq və şair qadınlardır. Hərəsinin bir qovluğu var orada. Balaca, böyük falan. Amma burada 4 böyük qovluq var. Ən böyük qovluq Aşıq Pəridir. Çünki ondan çox iş görüb. Elə bir ilk aparıcısı da Əzizə Cəfərzadə olubdu. Yox, 60-cı illərdən yazıb Aşıq Pəridir. Sonra Natəvan haqqında həm bədii əsər yazıb, həm elmi əsər. Fatma xanım Kəminədəndir. Bir də Tahirə Qürrətül Eyndəndir. O Zəncandan olan ilk çadrasını atan zat belə bir xanımdır. Qalan da bu xanımlardır da, hərəsi burada. Burada bir maraqlı şeyi sizə göstərəcəm. Çünki Əziz ana bilirsiniz ki 1936-cı ildə Əzrail hekayəsi ilk dəfə çap olunub. Bu həmin o Əzrail hekayəsinin əl yazmasıdır. Özü hələ təmizlənməmiş əl yazması, lap birinci məktəb uşağı kimi. Həmin o 36-cı ildə artıq hələ 36-cı ilin əvvəlində Mirvarid xanım bir tərəfdə, Nigar Rəfibəyli. Bugün mən paylaşdım o şəkilləri. O şəkil. Bir erməni də ortaya soxublar. Tapa bilmirəm o kimdir. Kişi? Yox, qadın var orada ortada. 3 qadın, 4 qadındır. Bir dənə erməni də var. Yox, mənə rast gəlmişdi. Mənə rast gəlmişdi. Yəni o cürə gözəl bunların. Bugün də Nigar Rəfibəylinin doğum günüdür, ruhu şad olsun. Nigar xanım da həmin o Allah rəhmət eləsin. Nigar xanım da ananın o Aşıq və Şair Qadınlar kitabının redaktoru olub və o kitaba ön sözü yazıb o vaxt və Məhsəti xanımın xeyli rübailərini tərcümə edib və o kitabda olan xeyli rübailəri o çap edib. Qoy buradan göstərim o kitabı. Təsəvvür eləyin ki, bu kitab elə getmişdi ki, bu kitabxana Nizami İnstitutu müzeyin kitabını verib anıya ki, sən peçatsız kitab verək kimsə aparmaq istəyir. Bu kitaba fikir ver. Bunu heyif ki, indi haçaqsa gərək vaxt eləyəm, bunu təzdən yığam, görün. Maral xanımın elədikləri burada özü bir başqa bir sənət əsəridir. Azərbaycan qadınlarını gör necə gözəl təsvir eləyib, filan eləyib burada. Bu kitab çap olunandan sonra Avropaya zada da... Neçənci ilin kitabıdır bu? Bu 73'dür. 74. 74. Bu kitab 61-ci ildə hazır olub. 13 il yol gözləyib çap olunmağa. Ona görə yəni o cürə çətinliklə gəlib, elə asanlıqla da ortaya gəlməyib bu kitab. O vaxt kitab çıxartmaq çətin idi, indi nə var? Nə var? Təsəvvür eləyin ki, Əziz ananın bax, aləmdə səsim var mənim. Bəli, aləmdə səsim. Bu kitabın üstünə bir yazmağa qoymayıblar. Yox, necə yəni 2 ciddi yazı çıxanın kitabı ola bilər. Yox. İkincidə bunu min zülümlə bura 2 yazılıb. Daha ikinci cild heç yerdə yazılmayıb. Yəni belə zülümlə özə təsəvvür eləyin ki, bu kitablardan da kəsiblər hələ rus. İndi mən bu kitabın əsasında ana qeyd eləyib orada ki, bunun içindən müəyyən şeyləri kəsiblər. Aləmdə səsim var mənim də. Mən bunu yenidən Mimta yayımlarından çap eləyəndə ilk dəfə tam mətn. Bütün o arxivdən tapmışam, onu təzədən yerinə qoyub. Çox böyük işlər görürsünüz. Vallahi az işlərdir. O şəkildəkilər kimdir sıralamadılar? Birinci Əziz ananın nənəsidir, Rübabə xanım və onun qardaşıdır yanında. Ondan sonra babamdır, Məhəmməd. Ondan sonra nənəm Böyük xanım. Sonra ananın özüdür. Sonra böyük qardaşı Məhəmməddir. Kiçik qardaşı Əhməddir. O bacımdır Kəmalə. Rəsmən o Məmmədin qızıdır. Sonra o axırıncı da yenə Əhməddir. O xalq düşməni olub. 53-də onu tutublar Stalinə qarşı yazdığı şeirlərə görə. Və Sibirdə o çəkilib o şəkil. Bu mənim papamdır, o da Məmməddir, anadır. Bu da büstidir. Bunu bacımın yoldaşı eləmişdi, Mübariz Əmir Aslanov. Amma bunu Cambridge, İngiltərədə idi bu heykəl. Orada bir qohumu üçün eləmişdi onu, BBC nəvəsi üçün. Sonra mən anam vəfatından sonra o
nüsxəni bura gətirdim. Burada bax, biri buradadır, biri o pərdənin dalındadır, biri də məktəbin qabağına düzəltmişdik. Nüsxələrini çıxartdım, elə evdə qaldı. Gözəl. Burada Əziz ananın belə qonağı zadı gələndə geyindirirdi, filan eləyirdi. Belə şeyləri var, paltarları var. Əsl milli paltardır buna baxarsan. Burada bilmirəm, çutqunu siz bilirsiniz, bilmirsiniz, onu sizə göstərəcəm. Çutqunu eşitmişəm, hansıdır bilmirəm. Bu da elə göstərəcəm. Bu çutqu elə bilin ki, kəlağayının altından örtülən bir şeydir. Burada düyün vururlar. Bilirəm, Allah örtürdü. Altdan örtürsən buracan. Bilirəm, buracan. Saçı da, axı bit zat çox idi o vaxt. Girməsin deyə, həm də ki saç çöldə qalmasın deyə bunun içində, torbanın içində qalır. Ən çox Dağıstan millətində bu olur. Bunu bu cürə şey tərəfdə, Amasyazat tərəfində onların da Dağıstan millətində görmüşəm. o beləcə pullu izatdır. Hər birinin də əzizana adlarını da deyirdi. Bu nədir? Bu gümüşdən olan onlar nədir? Bu nədir? Bu nədir? Bunların hər birini bu sərmə idi, yadıma gəlir. Sərmə. Biri baftadır, biri nə bilim nədir, hə. Bu məxmərdən tikilir. Bundan birini tikdirmək lazımdır Reyhan xanım bizim üçün, heç göstərmək üçün. Ayaladım. Onu şəklini çəkdirib qəşəng vermək lazım dərzi, bir də bizim üçün hazırlasın. Çox belə görünə gözəldir, buna bir bax. Hə, bu yəni ki, geyimin elementidir də bu cürə. Üstündən də kəlağayı örtürsən, həm də ki yəqin Üstdən örtürsən. Üstdən örtürdü, buracan gəlir. Ya sonra sadələşəndə çərtmə vururdular. Bir kiçik ölçülü. Kəlağayının dörddə bir. Üstündən kəlağayı. Bəli. Demək olar ki, həmişə o çərtməsi olardı. Lap heç başı açıq olsa da çərtməsi başında olar. Bunlar nədir? Bunlar da ki qədimi Qədim qablarda onların içindən sizə indi maraqlılarını göstərəcəm. Yəqin ki, bilmədiyiniz elementlər var. Bax, bu yağ qabıdır. O köçlə karvanzad gedəndə yağı dağılacaq. Şüşə qabda olmayacaq ki, bunu beləsinə iplə bağlayıb yuxarıdan asır. Bu heç. Bax, bu nə olar siz bilən yer? qazan deyil. Yox, bu elə bil ki, seyfdir. Hamama gedəndə qırqızılı yığırsan bunun içinə. Ağzını bağlayırsan. Açarını da vurursan qıfılı, qalır da nökərin zadın yanında. Nənəm də belə hamama gedər, ulu nənəm. Bəli. Onundur şəxsən, eləmi? Yox, onunki deyil, bilmirəm dəqiq. Elə gedər hamama, bir nəfər də qulluqçu gələr, bunun qulluqçusunun yanına ki, darıxırıq da, al bir 3 köpüyü getsə miskal, mən baxaram bunlara. Şey deyərik, sən gələnəcən mən baxaram. Gəlir görür ki, nə o var, nə paltar var, nə təzdən evə adam göndərib paltar getirsinlər. Bir qızın hamısı gedir. Bir maraqlı şey budur. Bu kələng zəngi deyirdi ana. Bu dəvənin boynunda asılandı. Birinci dəvə. Bu belə böyük, amma bunun içi qırılıb, bir şey yoxdur zincir. Amma bu çox böyük səs salan şeydir də, yəni kilometrlərlə gedən bir şeydir. Qalan o haftada nəyəndir? Bunlar xırda şeylərdir, qazanlar zaddır. Biraz yuxarıda da var, onlar sadətin. Bir dənə də maraqlı bu qazana var. Onun böyüyünü işlədirlər də nə? Yox, alacası da olurdu da, nəsə xuruş, muruş. Amma kasıb vaxtı... Bunun böyünə bizdə var. Kasıb vaxtı, deməli, anamın babası gedib, nənəm ərə gedəndən sonra gedib oturub görüb, bu da dolma bişirdi. Saydım, 18 dənə dolma bükmüşdü. Yəni o qədər şeylə. Bu siz bilən nədir? Dedim ki, papaq söhbəti də o ananın babası Hafiz Quran olub. Amma deyirlər ki, sənət deyir ki, Hafiz Quranlar nə sənət? Getsin bir sənəti olsun ki, qızı ona verək. O da gedib papaqçılıq öyrənib. Mənə çox maraqlı gəlir, kitabda yazıbdır. Papaqçılıq öyrənib. Bu da elə bil araqçın zatdıkən də, bura araqçının qəlbidir elə bil. Üstdən keçirdirsən, burada da naxışa baxırsan, buradan naxışı ora keçirdirsən. Belə bir şey, qəlibə bir şey. Çox maraqlı bir şeydir. Əslində elə bilsən qazan da mı qazan deyil? Düzdür, buna bax, naxışlarına bir bax. Elə bil eskiz kimi də. Gör nə maraqlı.
qabların üstündə çox vaxt müəyyən şeirlər yazıblar falan eləyiblər. Burada eləsi yoxdur yəqin Bizdə ki. vardı. Nənəm rəhmətli döyməş döyürdü içində belə. Bunlar bizdə var idi. Hətta ana vətənə qayıtda yazır ki, orada şey var. Nə deyir onun adı? Nişat Şirvani öz qəzəllər. Onu ana Afrikadan gətirib. Bax o şeydə, onu da Afrikadan gətirib. Papa təyyarəçi idi, vertolyot sürən idi. Xruşşovova Qana Respublikasının prezidentinə vertolyot bağışlamışdı. Və ana da bir dövr getmişdi ora, sonra Qızıl Sahilə Səyahət deyən səyahətnaməsində yazdı, var o. Oradan bir neçə meyvə gəldi. Bir kakao gətirmişdi. Beləsinə lap bir. Amma o kakao lap töküldü də razvarız. Bu da adı, bu indi olur buralarda, kakos da əslində. Kakosun böyüdü. Hə, kakos da prosta deşilib şey olub, suyu düşmüş. Turan müəllim, Əziz Cəfərzadədən çapmışam. O onun çap makinasıdır. Bir bəlkə 40 neçə il onda işləyib o və şey eləyib. Sevgilim deyirdi ona. Sonra bir ara istəyirdi bunu ləğv eləsin. O yeni maşınkaya keçsin. O maşınka təmir eləyən zat gəldi. Dedi, valla bu dəqiqə özüm də alaram. Amma bu elə bir şeydir ki, bundan yoxdur da. Bunu o vaxt Almanlar buraxıblar hər üçün. İndi bunu götür buradan yerə at, yenə işləyəcək. Nəriman Həsənzadə də bunda işləyir də. Deyir, başqasında deyir, kompüter falan mən bilmirəm. Elə onda da bunlar çıxır. Kompüterə keçmək istəyir. O qaynatan gildən gəlmədi bu ikisi. Amma şeydir, bu nənəmdən gəlmə Gilappuş. Bunu da Şah İsmail belə çox qəribə bir mərddir. Kim düzəldib, nə eləyib, gətirib orada kafedraya verib getmişdilər. Nə danışır? Gör necə ağacdan hər cürəsini işləmək. Bu Bakı 1501 çap olunandan sonra Aniyə hədiyyə olunmuş bir yazı kimi bir şeydir. Əziz xanım Cəfərzadə, Şah İsmail Xətayı həsr olunmuş tarixi romanı yazılan yazılması münasibətilə oxucudan yadigar verilir. Oxucu kimdir? Yazmayıb adını. Hə, görəm. Görək, oxucusundan Qüdrətə bir bax.